Respublikamızda bu qərarla bağlı az iş görülməyib. Ancaq görüləsi işlərin çoxu hələ qabaqdadır. Bura məşhur Kubinka meydanıdır. Yol qırağında durub çörək satan, xarici sigaret alveri eləyən bu uşaqları yəqin çoxları görüb. Pul verib o uşaqlardan şey alan da çox olub. Bəs görəsən heç fikirləşən olubmu, məktəb yaşlı bu uşaqlar niyə məktəbdə deyirlər? Və bunu fikirləşəndə ürəyi ağrıyanlar olubmu? Uşaqlara düzlüyü, halallığı gərək böyüklər öyrədə. Bəs böyüklər özləri ələ əyriliyə qurşananda, haram tikə dalınca qaçanda onda necə? Bu da Masallıdakı Boradgah qəsəbəsi. Alış-veriş meydanı. Yenə alverçi uşaqlar, cavanlar. Bizi görən kimi qaçıb aradan çıxdılar. Hara qaçırsınız? Bu yol sizi hara aparır? Alverçi, əl-əyri, rüşvətxor, oğru, bu adamların hamısının xəmiri bir yerdə yoğurulub. Dövlət malını xəlvətcə oğurlamaqla ev yarıb oğurluq eləməyin heç bir fərqi yoxdur. Oğru, oğrudur. Gördüyünüz həmin bu əşyalar, göstərilən bu iki gənclərin 5 nəfər vətəndaşın evindən uğradığı əşyaların bəlkə də 1/3 hissəsidir. Bəs görəsən bu cavanları oğurluğa vadar eləyən nə olur? Müvəqqəti olaraq işləmirdik, ona görə də pul lazım olduğuna görə yoldaşım oruçla bu işlə məşğul olurdu. Nə işlə oğurluq? Oğurluqla məşğul olurdu ki, pul əldə edək. Oğurluğu özünə iş sayan, peşə bilən bu cavanların ağlına, dərrakəsinə nə deyəsən? Sovet və Komünist Partiyası Mərkəzi Komitəsinin və SSR Nazirlər Sovetinin zəhmətsiz gəlirlərə qarşı mübarizəni gücləndirmək haqqında qərarının və eləcə də buna uyğun olaraq SSR Ali Soveti Rəyasət Heyətinin bu barədə olan fərmanının icrası ilə əlaqədar olaraq rayon prokurorluğu tərəfindən Rayon Daxili İşlər Şöbəsi, Rayon Xalq Məhkəməsinin birgə səyi nəticəsində bu baxımdan olan hallara qarşı ciddi mübarizə işi düzgün olaraq təşkil edilmişdir. Bəs gördüyümüz bu adamlar nə günahın yiyəsidir? Bu günlərdə Rayon Daxili İşlər Şöbəsinin əməkdaşları tərəfindən Stepanakert şəhərində yaşayan Stepanakert ticarət bazasının işçiləri olan Martirasyan Georgi Benikoviç və Hətəmov Hətəm Helaloğlu cinayət əlaqəsinə girmiş, Bakı şəhərindən gətirilən Kraska və digər məmulatları Stepanakert şəhərində ticarət bazasına boşaltmamış, satıb qazanc əldə etmək məqsədi ilə onu Ağdam şəhərinə gətirmişlər. Bu qutularda hər cür rəng var. Ağ, yaşıl, qırmızı. Ancaq bu rəng oğrularının vicdanı da, niyyəti də, üzü də qaradır. Mərkəzi Komitənin zəhmətsiz gəlirlərə qarşı mübarizəni gücləndirmək tədbirləri haqqında qərarından sonra mübarizə işi bu sahədə daha da gücləndirilmişdir. Quzu kimi bir-birinə qısılıb dayanan bu maşınların yiyələri canavar kimi el malına daraşanlardır. Əl-əyrilər, rüşvətxorlar, fırıldaqçılar. Bu maşınlar bir də öz nadürüst yiyələrini görməyəcəklər. Ancaq biz heç olmasa bu maşın sahiblərindən birinin işi ilə, əməli ilə tanış olaq. Xaldan 142 nömrəli Orta Texnikli Peşə Məktəbinin müəllimi Hacıyev Niyaz Xinyazoğlu öz tələbəsi məktəbi qutardıqdan sonra ona sürücülük vərəqəsi vermək adı ilə ondan 200 manat rüşvət tələb etmişdir. Həmin tələbə məcbur olub inzibati hüquq mühafizə orqanlarına məlumat vermiş, məhz bunun nəticəsində
Hacıyev Niyaz Kınyazoğlu rüşvət aldığı yerdə cinayət başında yaxalanmış, haqqında istintaq olunur. Bu yaxın gələcəkdə o məhkəmə qarşısında cavab verməli olacaqdır. Bu fağır görkəmli adam görəsən niyə rüşvət alıb? Bəlkə pula ehtiyacı var. Anam da məsələn bir yerdə olur. Anam maaş alır 90 manat, 70 manat pensiya alır. 90, 70, 160 manat, 240 manat mən əmək haqqımı yiyir. Bu 400 manat. Hansı ki biz 5 nəfər yaşayırıq. 400 manat 5 nəfər üçün bu böyük qiymət deyil. 200 manat gətirməsən sənin pravanı verməyəcəm, diplomunu verməyəcəm. Mən də 200 manat gətirdim, verdim. Yaxşı deyiblər. Artıq tamah baş yarar. Ehtiyat maşın hissələri mağazaları. Bu mağazalarda işləyənlərin əksəriyyəti fərdi maşın sahiblərinin yox, ən çox öz ehtiyaclarının ödənilməsi üçün çalışırlar. Bu mağazalardakı maşın hissələri gizlicə alverçilərə satılır. Onlar da ayaq alırlar Kubinka meydanındakı karvansara deyilən yerə. Beləcə, əl-əyrilərlə alverçilər əl-ələ verib, tapılmayan malların defisitini yaradırlar. Bu da qazanır, o da qazanır. Arada itirən biz oluruq. Fəxrəddin Quliyev 1985-ci ilin yanvarın 1-dən iyunun 24-də də Yevlax benzin doldurma stansiyaları idarəsinin Ağdam şəhərində yerləşən 17 nömrəli 85-ci il iyunun 24-dən sentyabrın 24-də də həmin idarənin Ağdam şəhərindəki 3 nömrəli benzin doldurma stansiyalarında briqadir baş benzin dolduran vəzifəsində işləyərkən Yevlax benzin doldurma stansiyaları idarəsində operator işləyən Almaq Hüseynova, 17 nömrəli benzin doldurma stansiyasında şilingər işləyən Ram Kəsənov, 85-ci il iyunun 24-dən 17 nömrəli benzin doldurma stansiyasında briqadir baş benzin dolduran işləyən Adil İbrahimova bir dəstə şəxslə qabaqdan əzgir olub, Yevlax benzin doldurma stansiya idarəsində məxsus özünün və İbrahimovun ixtiyarı olan cəmi 28.051 manat 85 qəpiklik müxtəlif yanacağı, xüsusilə külli miqdarda dövlət əmlakı mənimsəmiş. Ağdamdakı bu benzin oğruları öz layiqli cəzalarını aldılar. Başqa rayonlardakı benzin kolonkalarında bu cür yolla varlanmaq iştahına düşənlərin də gec-tez aqibəti belə olacaq. Haram tikə boğazda qalar deyiblər. Bu uşaq o cür oğrun addımlarla hara gedir? Nə qədər ki gec deyil, o uşağı bu təhlükəli yoldan saxlamaq lazımdır. Alverçi, əl-əyri, rüşvətxor, oğru, biz çoxuq, onlar az. Gəlin hər yandan onların yolunu bağlayaq, onları əl-qol açmağa qoymayaq. Baha qiymətə mal alan olmasa, satan da olmaz. Rüşvət verən olmasa, rüşvət alan da olmaz. Onlar azdır, biz çoxuq. Atalar yaxşı deyib, el gücü, sel gücü.